Oldu qəşəng qız. Ölüm bizden yan keçti. İsa Mesih dirildi. Namaz kılanın amel defterine şöyle bakılacak. Salam əziz dostlar, xoş gördük. Videonu axıra qədər saniyə bə saniyə izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Əziz dostlar, mövzuya keçməmişdən öncə deyim ki, aşağıda gördüyünüz WhatsApp nömrəmdir. Sizin üçün Çindən, fabrikdən, zavoddan nə istəsəz alıb gətirə bilərik. Avtomobil, kran, traktor, nə istəsəz, inşaat malları, tibbi avadanlıqlar. Sadəcə aşağıdakı nömrəmlə WhatsAppla əlaqə saxlayın. Azərbaycanla yanaşı Rusiyaya da çatdırılma eləyirik. Sadəcə əlaqə saxlayın. Bu bilirsiniz də kimdir? Bu Harvard nigardır. Bu videosu çıxdı qabağıma. Oldu qəşəng qız. Əziz dostlar, bax, Allah'ın verdiği gözəlliyi olsaydı, bunun sir sifətində botoks, motoks, nə bilim, silikon, milikon, zirzibil olmasaydı, mən elə şeyi insanların xarici görünüşünə lağ eləməyi ayıb bilirəm təbii. Mən bilirəm ki, bu özünü bu hala salıb, makiyajsız bir şeyə oxşamır. Bu nə tipdir, bu nədir sən mən canım? Ölüm bizden yan keçti. İsa Mesih dirildi. Axır vaxtlar qarşıma çox belə şeylər çıxır dostlar, xristianlıqla bağlı. Mən yenə deyirəm ha, mən kimsələrin inancına qarışmıram, dininə, imanına qarışmıram. Kim nəyə istəyir, ona da inana bilər. Yəni, mənim müsəlman dostlarım da var, bütün məzhəblərdən dostlarım var, bütün dinlərdən dostlarım var. Ateist dostum da var. Hər kəsin inancı özü üçündür. Onun bizə heç bir aidiyyatı yoxdur. Düzdür, indi arada bu deşik piridi, meşik piridi, bunlar lap belə gülməli bir şeylərdir. İndi bunları lağa qoyuruq, o işdə, yəni o inanc deyil, o artıq tamam başqa bir şeydir. Bir də təbii ki, öz inancı, yəni sayəsində xarici dövlətlərə qulluq eləyənləri tənqid eləyirik. Onlar da inanc deyil, gerçək inanclı adam öz vətəninə xəyanət eləməz. Mənə çatmayan bilirsiniz nədir? Yəni, sadəcə soruşuram ha. Yəni, bu videodakı şəxslər də girib şərh bölməsində yaza bilərlər fikirlərini. Yəni, siz İslamda nə tapmadınız, din dəyişdirdiniz, yəni getdiniz xristiyan oldunuz. Yəni, çox maraqlıdır. Yəni, ikisi də səmavi dindir. Fərqləri var ki, məsələn, biri ancaq bazar günləri yığışır, ibadət edir, digərləri 5-ci gün və yaxud da həftənin bütün günləri gedib məsciddə namaz qılırlar. Yəni, fərqi nədir? Yəni, nə oldu, nə baş verdi? Çox maraqlıdır, onun üçün soruşuram. Təbii ki, hər kəs öz inancında sərbəstdir. Namaz kılanın amel defterine şöyle bakılacak. Fazla incelenmeyecek. Çok fazla şey yapmayacaklar Ayhan abi. Hani göze çarpan çok böyle bir şey. Din belə qaşqaldaqlara görə bəzilərinin, yəni imanı zəif olanların gözündən düşür. Bunlara görə namaz qılırsansa, hər uğraşdığı elə, hər murdarçılığı elə, hər şərəfsizliyi elə, namaz qılırsansa sənin əməl dəftərinə belə baxacaqlar ki, bunu göndərin cənnətə. Bu nə düşüncədir, bu nə xurafatdır, bu nə eşşəklikdir. Vallahi, yəni adam belələrinə baxır. Mən düz deyəm, mən məsələn iradəli adamam. Amma elə adam var ki, iradəsi zəifdir. Deyir, bu nədir? Belə din olar. Gedir olur xristiyan, ya ateist filan. Belələrinə görə soyuyurlar dindən. Yəni, namaz qılırsansa, bəzi adamlar var da, deyir, namaz qılırsansa, bütün günahların bağışlanacaq. Nə, namaz qılırsan, onu da gedib pedofillik eləsin, uğraşlıq eləsin, onun bunun haqqını yesin, 40 dəfə haca getsin, namaz qılsın, bu bağışlanacaq. Elə bir şey yoxdur. Elə bir şey yoxdur. Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.